Salam, hər birinizi xoş gördük, xoş gəlmişsiniz kanalıma. İnşallah ki, yaxşısınız, sıkıntınız, probleminiz yoxdur. Həftəlik açılım 20 və 27 aprel tarixlərində bizi nə gözləyir, buna baxaq. Videom izləyicilərimə aiddir, kənar şəxslər izləməsin. Keçən dəfə videoya baxıram, fikir verirəm ki, bu sözü deməyi unuduram son zamanlarda. Və siz bilirsiniz artıq kim üçün vaxt azca videonu saxlasın, necə rahat elə də eləyin. Məncə seçmişsiniz, üstünə heç bir şey qoymuram. Başlayırıq birinci variantla, görək nə çıxır. Bu arada şəxsi açılım eləmirəm, sadəcə burada sizin üçün kollektiv açılımlar eləyirəm. Birinci sıra bizim iş, maddiyat, təhsil, bunlar. İkinci sıramız olsun bizim sevgi həyatımız. Və baxaq görək, həftəmiz necə olacaq, necə keçəcək. Başlayırıq birinci sırayla, görək iş, maddiyat nə durumda, nə vəziyyətdə. Aha, çox qəşəng gəldi əslində, çox qəşəng. Burada ya siz özünüzün işiniz var, bu ola bilər. Çünki hər şeyi bacaran imperatritsasız siz. Yəni önəmli qadınsınız. Baxın, çox qəşəng kartlar gəldi. Çox qəşəng kartlar gəldi. Sadəcə olaraq bilmirəm, nə ilənsə bağlı bir qorxunuz var. Niyə? Səbəb nədir? Bunu artıq siz daha yaxşı bilərsiniz. Nə ilənsə bağlı bir tərəddüdünüz ola bilər, qorxunuz ola bilər. Ümumiyyətlə, baxın, belə bir şey var. Ola bilər ki, siz ailədən qaynaqlı, maddi vəziyyətiniz yaxşıdır və yaxud da ki, ya siz ailəyə kömək eləyirsiniz, ya ailə sizə kömək eləyir. Yəni, burada sıxıntı yaşayan bir insanı görmədim mən. Əgər yaşayırsınızsa da, bu həftə ərzində və yaxud da keçən həftə ərzində olubsa bunlar, üzümüzə gələn həftədə bunların hamısı keçib gedəcək kimi görünür. Hətta nə isə istəyirsinizsə eləmək, çox rahatlıqla eləyə bilərsiniz. İmtahana gedirsiniz, çox relaks formada gedə bilərsiniz. Çünki imtahandan yaxşı nəticələr əldə edə bilərsiniz. İşə gedəcəksinizsə və yaxud da ki, yeni başlayan bir insan kimi, yəni kollektivə qoşulacaqsınızsa, çox gözəl, bilmirəm də, nəsə qorxunuz var. Ümumi açılımdır, hər bir kəsə aid olmaya bilər. Ona görə, yəni nə isə qorxunuz varsa, bu artıq siz bilirsiniz də, yəni bilirsiniz ki, sizdən söhbət gedir. Mən sizi deyirəm. Yəni burada qorxusu olan, tərəddüdü olan bir insan var, amma heç bir qorxuya, narahatçılığa əsas yoxdur. Nə istəyirsinizsə, nə planlayırsınızsa, bunların hər biri həyata keçəcək formadadır. Yəni bu bir həftə ərzində. Yəni bu aprel ayı bilmirəm, əvvəlki vəziyyətlərdə necə olub sizin maddiyyat, iş, təhsil. Amma məncə ən yaxşısı bu üzümüzə gələn həftədə olacaq. Çünki çox gözəl kartlar çıxdı sizə, çox yaxşı. Yəni heç bir qorxuya, tərəddüdə əsas yoxdur. İstədiyiniz hər nə varsa, nəsə almaq istəyirsinizsə, nəsə vermək istəyirsinizsə, nə bilim, satmaq istəyirsinizsə, hər bir şey çox relaks formada irəliləyəcək, çox yaxşı formada irəliləyəcək. Görək, sevgi həyatımız da iş həyatımız kimi olacaqmı, yoxsa yox. Belə deyim, ola bilsin həyatınızda bir simici insan ola bilər və yaxud da ki, sizi qısqanan bir insan ola bilər, sizi güdən bir insan ola bilər, sizlə maraqlanan bir insan ola bilər, bəlkə danışmırsınız, ola bilər hər şey. Amma
gözləmədiyiniz anda ola bilər ki, bu insan məsələn sizi bloka atır, çıxardır və yaxud da ki, kiçik addımlar eləyir, sonra gizlənir, hisslərini gizlətməyə çalışır, nəsə bir şeylər eləməyə çalışır ki, sizdən biraz uzaq dursun, amma sizə burada üz-üzə gəlmək düşür, nəyisə həll eləmək yolunda. Əgər bu insan evli deyilsə, bu dediklərim sizə aiddir. Evlidirsə heç. Evlidirsə yenə də üz-üzə gələ bilərsiniz, amma ciddi bir şey görmürəm də elə bir ki, burada. Belə deyim, əgər subaysızsa, hər iki tərəfdə subaydırsa, burada nəyisə üz-üzə gəlib nəyisə həll eləmək, danışmaq, baxın belə bir şeylər ola bilər. Özü gözləmədiyiniz bir anda olacaq bu. Məsəl üçün videonu izləyənin bir saat sonra ola bilər, birinci günü ola bilər, birli bir zaman ola bilər, nəsə gözləmədiyiniz an olacaq amma. Amma simic insandır. Mən belə görürəm bu insanı. Bəlkə də nə bilim, özünə qarşı elə deyil, amma ətrafa qarşı simic bir insandır. Ya pul yığan bir insan ola bilər burada. Yəni elə də çox yargılamayaq. Bəlkə də pul yığar, nəysə almaq istəyir, amma burada bizə yığımcıl bir insanı, simic bir insanı təmsil edən kartımız olduğu üçün bunu deyirəm. Belə, yəni bu insanla üz-üzə gələcəksiniz. Nəysə həll eləmək yolunda, əgər danışmırsınızsa, gözləmədiyiniz anda bu insandan sizə addım gələcək. Daha doğrusu danışırsınızsa, bir yerdəsizsə, yenə də ikili bir zamanda bu insandan sizə görüş təklifi gələcək. Yəni ikili bir zamanda görüşəcəksiniz bu insanla. Belə. Baxaq görək həftəmiz hərəkətli olacaqmı? Həftəmiz egolu olacaq. Daha çox ego. İşdə ola bilərsiniz, egolu bir insan, ümumiyyətlə egolu bir insan ola bilərsiniz. Yəni bütün işlərinizi ego ilə həll edirsiniz. Yəni rahatsız, relaks. Hər şey yaxşıdır, məndə heç bir problem yoxdur. Sıxıntınız olsa belə göstərən bir insan deyilsiniz. Baxın belə. Yəni həftəmiz ego ilə keçəcək. Belə. Birinci variant getdi. Baxırıq ikinci varianta. Görək sizi nə gözləyir. Birinci sıramız iş, maddiyyat, təhsil. Təhsil çox az hallarda çıxır, sizə fikir verirsiniz yəqin ki. Amma çıxanda, yəni tələbi olanda deyirəm də, yəni qeyd edirik. İkinci sıramız sevgi və üçüncü sıramız görək həftəmiz hərəkətli olacaqmı? Kartlar çox qarışıqdır, düzdür? Yəni birinci sıra ilə ikinci sıranı seçə bilmirsiniz. Səm sürüşkən kartlardır, əlimdən də düşür. Baxaq görək, daha doğrusu təhsil, sonra maddiyyat, pulda nə çıxır sizdə? Aha, çox, bu iki kart var, xüsusilə bu kart, burada bu. Ya sizi qəşəng işə çağıracaqlar, ya sizin, nə bilim, həyatınızda olan bir insan ola bilər ki, maddi vəziyyəti yaxşıdır, onun yanında işə başlaya bilərsiniz və yaxud da o sizə köməklik eləyə bilər. Baxın belə. Yəni bir adamdan sizə dəstək də gələ bilər. Bu ailə içi də ola bilər, sizin şəxsi həyatınızda olan insan da ola bilər, dostunuz ola bilər, fərqi yoxdur. Amma bu maddiyyat hər nədirsə, sizə tez gələcək, tez də əlinizdən çıxıb gedəcək. Misal üçün, siz nəsə almaq istəyirsiniz. Külli miqdarda bir pulu alacaqsınız ya bankdan, ya nə bilim, bank deməzdim, yəni kimsə ya sizə kömək eləyəcək, ya da özünüzün pulunuz var. Əlinizdə olacaq müəyyən qədər pul, amma bir də baxacaqsınız ki, əlinizdən gedib həmin müəyyən qədər məbləğ. Duyğusal bir insansınız, hər şeyi ürəyinizə salırsınız, amma burada ümumiyyətlə, yəni bu həftədə nəsə ürəyinizə salmağa ehtiyac yoxdur, çünki problemsiz keçəcək. Nə gözəl, baxın, birinci variantda elə oldu, ikinci variantda. Amma burada nəsə gizlətdiyiniz bir şey var sizin. Ya gizlətdiyiniz pul var, bu da ola bilər. Ya yığımcılsınız, yığmısınız bəzi pulları və heç kimə heç nə demirsiniz. Ya da ki gizlətdiyiniz bir, baxın, bunlar da birləşə bilər. Yəni həyatınızda olan insan evli ola bilər, onun həyatında kimsə ola bilər. Siz də bunu bilirsiniz. Bunlar ola bilər. Ümumi açılım olduğu üçün hər formanı deyirəm. Siz özünüzü bilirsiniz. Sizə necə uyğundursa onu da alırsınız.
Belə, yəni maddi tərəfdən qətiyyən burada nə sizi aldadan bir insan görmədim, nə misal üçün CV vermisiniz, cavab gələcək. Üzə tezliklə gələcək, narahat olmayın. Yəni tutaq ki, bugün vermisiniz, sabah bir günə sizə xəbər gəlməlidir. Oturursunuz, çox fikirləşirsiniz bu barədə bəlkə də. Çünki elə görürəm sizi. Nəsə duyğusal olduğunuz üçün hər bir şeyi ürəyinizə salırsınız. Su ünsürü ola bilərsiniz, torpaq ünsürü ola bilərsiniz, ya yüksələniniz ola bilər, ay burcunuz ola bilər. Yəni burada heç bir narahatçılığa necə deyirlər əsası yoxdur. Hər şey gəlib keçəcək, amma gəlib keçəcək də. Yəni bu pul sizdə qalmayacaq. Gələcək, gəldiyi kimi də gedəcək. Amma burada mən sıxıntı, problem belə bir şeylər görmədim. Baxırıq sevgi həyatımız necə olacaq. Sevgi həyatı. Sevgi həyatında əgər yoxdursa belə bir şeylər, sizdən uzaqlaşan bir insan ola bilər həyatınızda. Yəni bu həftədə sizdən uzaqlaşa bilər, nəysə bəhanə gətirə bilər. Münasibətiniz çox ağır irəliləyir. Çox, yəni elə bir ki, daşıya bilmirsiniz artıq münasibəti. Hər iki tərəf sevir əslində. Prosta sevərək arxanızı çevirəcəyiniz bir vəziyyət gəlib çıxa bilər. Bu insanın həyatında başqa bir insan ola bilər. Bu insan sizə xəyanət eləyə bilər. Baxın, hər formasını deyirəm. Demirəm, mütləq formada sizə xəyanət eləyir. Üçüncü bir şəxs ola bilər burada. Və yaxud da ki, bu insan gəzməyi, əylənməyi sevən bir insandır. Yəni, özünü rahat hiss edən bir insandır. Heç nəyi vecinə almayan bir insandır. Amma bu həftə ərzində aranızda sevərək bir ayrılan münasibət ola bilər. Düzdür, məsəl üçün ağırdır münasibətiniz, amma o insandan getmək istəmirsiniz. Tutaq ki, o insan da sizdən getmək istəmir. Amma üzümüzə gələn həftədə çox təəssüflər olsun ki, arxanızı bir-birinizə çevirə bilərsiniz müəyyən bir vaxt ərzində. Tamamilə bitiş kimi demərəm. İnşallah ki, üzümüzə gələn həftələrdə bunlar çıxar. Tamamilə bitiş yox. Sadəcə olaraq müəyyən bir zaman bir-birinizə arxanızı çevirəcəksiniz. Yorulmusunuz münasibətdən. Bir də ki, bəlkə də bu insanla harasa gedə bilərsiniz. Getdikdən sonra ola bilər, baş verə bilər bunlar. Və yaxud da ki, dörtlü harasa gedə bilərsiniz. Və yaxud da dörtlü yox da biraz çox insanlarla harasa gedə bilərsiniz. Onun dostu, sizin rəfiqəniz, yəni belə harasa gedə bilərsiniz. Bəlkə də o getdikdən sonra gələrsiniz, aranızda problem ola bilər. Amma burada konkretləşdirərək bunu deyə bilərəm ki, arxanızı çevirir, o insan daha doğrusu. Siz də ola bilərsiniz burada. Siz də o insana qarşı arxanızı çevirə bilərsiniz. Çünki artıq yorulmusunuz, münasibəti apara bilmirsiniz. Elə. Baxaq, həftəmiz hərəkətli olacaqmı? Hərəkətli deməzdim, elə olduğu kimi qalacaq. Biraz gələcəyə dair planlar quracaqsınız. Bilmirəm nə ilə bağlı. Daha çox belə xəyalpərəst bir insan kimi. Yəni, tutaq ki, oturacaqsınız, bu belə olsaydı, kəş bu belə olardı. Kəşkilərlə davam edə bilərsiniz və yaxud da ki, irəliyə doğru nəsə planlı hərəkətlər edə bilərsiniz. Belə. Keçirik üçüncü variantımıza, görək sizi nə gözləyir. Birinci sıramız iş, təhsil, maddiyyat. İkinci sıramız sevgi. Bir baxaq görək həftəmiz hərəkətli olacaqmı? Baxaq. Birinci sıra. Siz çoxdan da gözlədiyiniz bir dövlət işi ola bilər. Bundan xəbər gözləyirsiniz. Uzun bir zamandır xəbər yoxdur bundan. Bundan sizə xəbər gələ bilər, seçim qoya bilərlər qarşınıza. Dövlət işi və uzun müddətli gözlədiyiniz bir yer.
nəsə siz necə həmin o insanmı deyim sizi, misal üçün işi düzəldən insanmı deyim, ora qarşı bir qırğınlığınız var. Elə bir ki, bəlkə də sizə nəyisə söz verib, amma eləyə bilməyib. Xəbər gələcək o yerdən, gözlədiyiniz yerdən xəbər gələcək, amma yəni bu yerin sizə çox da uğur gətirəcəyini mi deyim, yoxsa burada özünüzü xoşbəxt hiss eləməyəcəyinizi mi deyim, yoxsa burada aldana bilərsinizmi deyim, hansını deyim ki, sizdən çox xətrinizə dəyməsin. Aldana bilərsiniz burada, qəlbiniz qırıla bilər burada. Bəlkə başqa bir iş axtarasınız. Elə ki, sizdən oturmuşam, şəxsi söhbət edirəm. Bəlkə başqa bir iş üzərində yönələsiniz. Tutaq ki, bir iş var ki, onu çoxdan da gözləyirsiniz, ya CV atmısınız, ya kimsə sizə söz verib ki, bu iş düzələcək. Siz də oturmuşsunuz, tutaq ki, gözləyirsiniz də onu. Bəlkə başqa yerə yönələsiniz, bəlkə başqa yerdən cavab gözləyəsiniz, başqa yerə gedəsiniz, başqa yerə CV verəsiniz deyə düşünürəm. Çünki burada mən sizi çox da xoşbəxt görmürəm. Əslində, siz duyğularınıza türklər demiş, qapılmısınız, yəni istəyirsiniz ki, o işiniz olsun da. Yəni konkret burada bir insan var ki, bir işi gözləyir. Ya pul da ola bilər o, yəni o pulu gözləyir. Amma pul sizə uğur gətirməyəcəkmi deyim, yoxsa necə deyim də, yəni bilmirəm ki, siz də onu anlaya biləsiniz. Və yaxud da ki, söz verir, kimsə misal üçün sizə pulla bağlı nəsə söz verib, eləməyə bilər. İşdən çıxdıqda kənara, işi dedim, başa düşdünüz. Tutaq ki, kimsə sizə pul verməyi deyə bilər və siz də gözləyirsiniz bundan. Tutaq ki, deyib ki, gələn həftə verəcəm. Aldana bilərsiniz, qəlbiniz qırıla bilər o insandan. Burada iş maddiyyatı biraz ertələsəz daha yaxşı olar. Yəni üzümüzə gələn həftədə işlə bağlı bir şeylər etməyin. Çünki yenə deyirəm, istəmərəm aldanasınız. Burada bir aldanma ola bilər, qəlbiniz qırıla bilər. Yəni xoşa gəlməyən, amma çox gözləyirsiniz də. Elə bir ki, olan kimi atılacaqsınız, yəni ora ki, yəni bu olsun. Biraz gözləsəz daha yaxşı olur. Çünki burada biraz aldanma mövzuları ola bilər də, yəni aldana bilərsiniz. Sevgi həyatımıza baxaq. Baxın, dediyim kimi də elə aldana bilərsiniz. Bir insan var həyatınızda, sizə sevirəm deyir. Müəyyən zaman duyğusal hissləri də var sizə qarşı. Amma bu həftə ərzində bu insandan zərb ala bilərsiniz. Yalan danışmasını necə deyim, tuta bilərsiniz. Xəyanət elədiyini tuta bilərsiniz. Sizə nəyinsə bitdiyini deyib, onun davamını gətirə bilər. Artıq siz bilirsiniz də. Çünki burada bir nəyinsə bitməsi görünür. Sözdə daha doğrusu deyilir. Amma bitməyib. Nəysə bitməyib. Tutaq ki, siz bu insanın kimləsə yazışmasını, danışmasını tutmuşsunuz. Deyib ki, bir şey olmayacaq, amma var. Bunlar ola bilər. Sevirsiniz o insanı. O insan da sizə qarşı, necə deyim, duyğusal hissləri var, amma flörtöz insandır da. Yəni, biraz ola bilsin ki, görünüş cəhətdən də yaraşıqlı ola bilər. Buna özünə özgüvən verir. Bu yaraşıqlı buna özgüvən verdiyi üçün başqa bir insanlar ola bilər həyatında bu insanın. Aldana bilərsiniz, yəni bu həftə ərzində. Görürsünüz, işdə də çıxdı bu sizdə. Şəxsi həyatınızda da çıxdı ki, aldana bilərsiniz, depressiyaya düşə bilərsiniz, yəni özünüzə qapıla bilərsiniz, nəsə bir şey görə bilərsiniz bu insandan, xətrinizə dəyə bilər, xoş olmayan sözlər işlədə bilər. Burada sizə ağlayan bir vəziyyətdə görürəm. Xəyanətlə qarşılaşa bilərsiniz, çox təəssüflər olsun. Yenə deyirəm, bu insan bəlkə də deyib ki, belə bir şey heç vaxt olmayacaq, bir şey bitdi, amma bunun davamı var, görünür. Ta ki, yoldaşınız ola bilər, deyər ki, belə bir şey artıq yoxdur, amma davamı kimi görünür. Biraz özünüzü çox qapılmayın, özünüzü rahat buraxın. İnşallah ki, növbəti həftələrdə bunlar olmayacaq. Hər dəfə belə problemli şeylər çıxmır onsuz da həftəmizdə. Amma görürsünüz, siz ümumiyyətlə bu həftə ərzində heç bir şey eləməyin. İstər iş olsun, istər sevgi olsun. Belə, baxaq həftəmiz hərəkətli olacaqmı? Həftəmiz bilirsiniz, daha çox ailə ilə keçə bilər. Tutaq ki, bir evə yığıla bilərsiniz. Və ya daha arası, ailə ilə bir yerdə arası gedə bilərsiniz.
Doğmalarınızla daha çox vaxt keçirəcəyiniz bir həftəniz olacaq. Doğmalarınız istədiyiniz insan da ola bilər, övladınız ola bilər, ananız, atanız, bacınız, qardaşınız və ya da başqa bir doğma bildiyiniz insanlarla daha çox vaxt keçirəcəyiniz görünür. Belə. Özünüzə yaxşı baxın, mənim dəyərli və gözəl izləyicilərim. Bu arada görüm kim axıra qədər izləyib və mənim bu sözümü eşidəcəksə yorumlarda yazar. Əgər bu videoma çox like gəlsə, komment çox gəlsə, bir ritual var ki, onu paylaşacağım sizin üçün. Yəni görüm kim axıra qədər izləyir. Yəni mütləq formada axıra qədər izləmisinizsə, yorumlarda özünüzü göstərin ki, mən bu sözü hansı saatda, hansı saniyədə demişəm. Bir ritual var ki, çox peşman eləyib geri döndərmək kimi bir ritualdır. Burada paylaşacağım, eləyərsiniz. Yəni də vərəq üzərindən bir şeylər olacaq, çətin bir şeylər deyil. Yəni neysə alıb gətirmək, onu belə yox, sadəcə vərəq üzərindən. Kim saat neçə yox, hansı dəqiqə, hansı saniyədə eşitdisə onu yorumlarda yazsın. Öpürəm sizi çoxlu, özünüzə yaxşı baxın, sağ olun.